Allah ölüm və həyatı yaratdı ki, görsün hansınız daha yaxşı əməl sahibisiz. Yəni, yaşamağımızın fəlsəfəsi imtihandır. İmtihanın fəlsəfəsi nədir? İmtihanın fəlsəfəsi budur ki, insan imtihan vasitəsilə özünün gizli hissəsindən xəbərdar olur. Allah bizim gizli hissəmizdən bizi xəbərdar etmək üçün müxtəlif hadisələr göndərir, imtihanlar göndərir. İstəsəz imtihanlarınız ağır olmasın, gərək axtarasız, özünüz eybinizi tapasız. Axtarıb tapmasaz, bəlalar sizə izah edəcək sənin zəifliyinədir. İstəmirsiniz bəlalar izah eləsin, könüllü olaraq özünüz tapın, öz daxilinizdə. İstintaq qurun, özün-özü istintaqa çək. İstintaqda necə olur? Əl çəkmir də müttəhimdən. Nəfsin müttəhimdir, oturundan istintaqa çək. Suallar ver. Deyirəm, niyə qəmlisən indi? Niyə bugün nə dərdin vardı, nə ölümün vardı? Niyə qəmliydin, niyə əsəbiydin? Ged bir hallarını araşdır, gün ərzində olan hallarını araşdır, dinən altında nə gizlənir, niyə beləsən sən, niyə sevinirdin, niyə kədərlənirdin, niyə suallarıyla öz ruhu istintaqa çək, niyə suallarına cavab axtar. Allah belə adamlara kömək eləyir. Amma biz nə edirik? Bizim vaxtımız çoxdur deyə başqaları ilə məşğul ol. Biz oturanda başqalarını müzakirə edirik. Cəmaatın evlərindən danışırıq, onların gizli işlərini araşdırırıq. Bu bir ömür ziyan içində keçmək deməkdir, yaşamaq deməkdir. Özümüzə vaxtımız qalmır. Vaxt azdır, əzizlərim, vaxtımız azdır. Özümüzə vaxt ayıraq. Bir alimin yanına gəldilər, cəmaat dedi ki, bizim kəndə ruhani göndər tələbələrindən. Deyir, tələbələrindən birini ayırdı o cəmaatdan göndərəndə, dedi ki, cəmaatın içində dedi ki, get, cəmaatla ol, xidmət elə. Amma cəmaatın içində itib batma. Günün heç olmasa bir saatını özünə ayır. Özünlə məşğul ol ki, gör, nə edirsən sən, özü bir araşdır. Özünə vaxt ayır. Mənəvi mənada. Bir müddət deyir, sonra o cəmaat gəldi, həmin alimlə görüşməyə, dedi, tələbəm necədir orada? Dedilər ki, əvvəl bir saat özü ilə məşğul idi, indi 24 saat. İndi bizi ilə danışa-danışa da özü ilə məşğuldur. Hiss edirik ki, hər an özü ilə məşğuldur, onu hiss edirik. Hər işinə nəzarət edir, öz-özünə nəzarət edir.